Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar. Bu günlərdə biz süni şəkildə sosial şəbəkələrdə tirajlayıb gündəmi başına alan bir məsələ ilə bağlı biz yenə də münasibət bildirməyi özümüzə borc bildik. Demək, məsələ nədir? Süni şəkildə problem yaradılmış, bilirsiniz, Kazım Abbasovla bağlı, yəni David Silvestrovla bağlı. Bu da Müsavatın o funksionerləridir, belə deyək də. Həmin o adamlardır. Kazım Abbasovla bağlı müxtəlif fikirlər paylaşırlar. Həmin o fikirlərin arasında bir dənə sübut yoxdur. Səhərdən axşamacan paylaşımlar eləyirlər sosial şəbəkələrdə. Lakin həmin o paylaşımların içərisində bir dənə sübut yoxdur, bir dənə də şikayətçi yoxdur. Yəni bu kişini bilə-bilə dələduz eləmək istəyirlər. Nə var, nə var? Bu adam həbsxanada olub. Yəni həbsxanada olmaq. Mən bu Çingiz Qənizadədən soruşam. Çingiz müəllim, həbsxanada olmaq alçaqlıqdır, şərəfsizlikdir. Xahiş edirəm mən bu sualıma cavab verin, çünki Azərbaycanda elə bir nəsil tayfa yoxdur ki, ondan həbsxanada olmasa. Ona görə də cavab verin. Həmin insanları siz şübhə altına salırsınız, lağ eləməklə, ironik fikirlərinizlə. Ona görə də cavab verin. O adamlar da sizi gözləyir. Görək bu həbsdə olan adamlarla bağlı siz niyə bu qədər pis rəftardasınız? Və müxtəlif fikirlər yüz, güya kimsə vəsiqəsini göstərdi, yalandan həbsxanaya girəndə, bunun qolunu burdular, apardı. Elə danışırsınız, elə bir kino çəkmişsiniz. Elə danışırsınız, elə bir siz orada olmuşsunuz, kino çəkmişsiniz. Yəni, bütün bunların hamısı, əgər ortada sübut faktı yoxdursa, bu o deməkdir ki, bu adam sizin tərəfinizdən, yəni Kazım Abbasov, David Silvestrov, sizin tərəfinizdən şantaj olunur. Yəni bu nəticəyə gəlmək olar. Yəni belə düşünürəm. Yəni bunu yəqin ki, hər kəs də belə düşünür. Çünki ortaya fakt qoymursunuz, yoxdur. Sonra biri danışır, mən bunların hamısına baxmışam, bir-bir baxmışam onların hamısına. Mən özüm bir media rəhbəri olan adam kimi hamısına bircə baxmışam o danışan adamların. Biri var, güya bu Turan hərəkatının rəhbərindən nədir? Elə adamlar çıxıb Turançılıq eləyirlər ki, 30 ildir biz bu yoldayıq, bu adamları biz tanımırıq. O danışır. Güya bu nə deməkdir? Həmin bu David Megan şirkətinin gerbinin arasında o İsrailin ulduzu var, ulduzun arasında Azərbaycanın xəritəsi var, bu nə deməkdir? Mən o açıqlama verim sizə. Bunların hamısı mən öyrənmişəm, bilirəm. David o şirkət var, Megan David şirkəti. Onun logosu qartal olub həmişə. Başa düşdünüz? Ondan sonra ki, biz işğal altında olan torpaqlarımızı işğaldan azad eləyəndən sonra baxdıq, gördük ki, ən gözəl qartal elə bizim xəritəmizdir. Ona görə o qartal götürüldü, həmin bu xəritəmiz qoyuldu oraya. İndi siz özünüzdən cürbəcür sözlər çıxardınız ki, cəmaatı şantaj eləməkdən ötürü. Ancaq bütün hamısı şantajdır, bu şantajın da dalında Kazım Abbasovdan küllü miqdarda pul qoparmaqdır. Başqa heç nə yoxdur. Mən buradan əhalidən sual edirəm. Ay cəmaat, siz görürsünüz də bu Kazım Abbasovu heç kim tanımırdı. Bunlar tanıtdırdılar bu ictimai siyasi sektorda. Və bu adamların məqsədi nədir? Gündəlik 2 dənə, 3 dənə paylaşım edirlər. Sübut yox, məntiq. Ancaq nədir? Türmədə olub, həbsdə olub, türmədə olub, həbsdə olub, yaxşı eləyib olub həbsdə. Sənə nə? Yəni, bunlar gör nə demək istəyirlər? Ölkədə penitensiar xidmət var. Laf deyək ki, bu adam cinayət eləyib.
düşüb həbsxanaya. Penitensiar xidmətdə bu adam islah olub çıxıb çölə. Siz penitensiar xidmətin işlərini şübhə altına alırsınız. Siz penitensiar xidmətdə olan insanların islah olunmasını şübhə altına alırsınız. Lağ edirsiniz penitensiar xidmətə. Bax, görürsünüz. Sizin işlərinizə, əməllərinizə baxın. Baxçı adam dəhşətə gəlir. Ay ki, Rusiya üstümüzə hücum eləmək istəyir. Rusiya xotlayıb o bəzi adamların üstümüzə. Biri deyir Azərbaycanı vıraq, biri deyir nə bilim Azərbaycana hücum eləyər. Biri çıxıb ortaya bunların cavabını vermirsiniz. Siz bilirsiniz, Azərbaycan Baş Prokurorluğu 3 dənə o Dılğır Urus haqqında axtarış elan eləyib, cinayət işi açıb. Çıxın cavab verin də. Niyə cavab vermirsiniz? Niyə bu işlər tökülüb qalıb bu tərəfdə düşmüsünüz bir də Azərbaycanlı iş adamının üstünə? Nə işiniz var? Sübutsuz, faksız özünüz danışığı. Aydın məsələdir. Şantaj, pul qopardmaq. Yəni bu mənim şəxsi subyektiv fikrimdir. Buna görə mənə öldürəsi deyirsiniz. Götürüb mənim də haqqımda müsavat yazır orada ki, bu da Azad İskəndərli də dələduzluqla həbsdə olub. Bunlar ikisi eyni ağıllı adamlardır. Bunlar yenə başlayıblar. Ay kişi, ay kişi, ay insanlar. Əcəb eləyib olmuşuq həbsdə. Yaxşı eləmişik. Sizə nə? Sizə nə? Siz bizim tərcümə halımızı niyə araşdırırsınız? Gedin siz özünüz etdiyiniz cinayətlərdən danışın. Dirsəyə qədər qollarınız qanın içindədir. Gedin ondan danışın. Ağzımızı açmayın, qoyun oturmuşuq yerimizdə. Qoyun oturmuşuq yerimizdə. Filan kəs cinayət edib, filan kəs dələduzluqla türmədə olub. Sənə nə? Sənə nə? Sənin namussuzluğu, sənin şərəfsizliklərin sayım indi mən burada 1991-92-ci ildən bəri. Mən bir də deyirəm, buradan xəbərdarlıq eləyirəm. Bir daha mənim və yaxud da ki, mənim dostum haqsızlığa düçar olmuş Kazım Abbasovla bağlı, David Silvestrovla bağlı, bir daha dələduzlu, türmədə oturub, belə şeylər eşitib, bütün arxıb yüz açacam sizin. Mən və mənim 420-dən çox təşkilatımın üzvü var. Bu dəqiqə bizim təşkilatda bütün departament rəhbərləri sizinlə məşğuldur. Çünki siz onların, mən onların başqanıyam, siz mənim haqqımda gör nə yazırsınız? Həbsxanada olub. Bu adam deyir, niyə görə? Nətər oldu bu? Kazım Abbasov, David Silvestrov oldu. Ay cəmaat, bu adamın, Kazımın anası Yahudidir. Bu adam öz anasının familiyasını əbədiləşdirir. Götürüb özünə ictimai ad familiya kimi götürüb David Silvestrov. Sənətdə Abbas Kazımovdur. Burada belədir. Sizə bunun nə işsiz soğuğu var ki? Baba, bunun nə işsiz soğuğu var? Şantaj. Şantaj da necədir? Bunu gözdən salmaq, ruhdan salmaq. Gürünc olmuşsunuz, yazısı Qəzənfər Paşayevin yeri. Bəli, Qəzənfər Paşayev Azərbaycan Respublikasının ziyalılarından birisidir. Qəzənfər Paşayev, onun ailəsi Azərbaycan ictimai tərəfindən hörmət olunan bir ailədir. Bu da həmin ailənin kürəkənidir. Demək ki, bu da həmin ailənin bir üzvüdür və siz Paşaevlər Azərbaycan rəhmət bu bu insan bu boyda ailə ilə, bu ailənin üzvüdür, bu boyda tanınmış ziyalı bir ailənin Azərbaycan xalqı tərəfindən hörmətlə yaşanan bir ailənin siz də özünüz haqqında məlumatları görək, siz kimsiniz? Bu qədərlə biabır
olar. Cəmaatı şantaj eləyirsiniz. 2 dəqiqə başı dələduzlayır. Cəmaatın işgüzar hüququna xələl gəlirirsiniz cəmiyyət arasında. Penitensiar xidmət fəaliyyətini kölgə altına salırsınız ictimaiyyət arasında. İnsan anasına soyadını götürür. Sənə nə? Bu necə oldu ki, deyir, bu həbsxanadan Kazım Abbasov idi, həbsxanadan çıxdı David Silverstrov oldu. Ay ki, həbsxanada bunun şəxsiyyət vəsiqəsində olan ad familiyası ilə gedir orada, sənətdə. Ona görə Kazım Abbasovdur. Həbsxanadan çıxdı, anasının soyadını götürür. Bu, ümumiyyətlə, bunun kimə nə dəxli var ki? Sizin nəyinizə lazımdır ki, Azad İskəndərli həbsdə olub? Çingiz Qənizadə deyir ki, müsavat İskəndərli Azad İskəndərli bütün Şirvan tanıyır. Bəli, nəinki Şirvan, bütün Azərbaycan tanıyır məni. Hamı da bilir mənim əqidəmə də, sözmə də, hərəkətimə də. Bütün Azərbaycan cəmaatı tərəfindən, məni tanıyan, məni izləyən insanlar tərəfindən böyük hörmətlə də qarşılanıram. Bir-iki dənə, çox üzr istəyirəm, hamıya aiddir. Bir-iki dənə Şirvanda dılğır müsavatçı var, onlardan başqa. Ona görə də bizim də haqqımıza rəy formalaşdıran o 2 dənə dılğır jurnalist müsavatçı var Şirvanda, olardı. Buna görə məcbur oldum mən bu açıqlamanı verim. Məcbur oldum. Bir fakt qoyun ortaya. Mən nə dedim Çingiz müəllim? 2 dəfə mən video çəkiş elədim, paylaşdım. Xahiş elədim sizdən ki, bu məsələni qutarın. Bu məsələni qutarın. Kazım yaxşı oğlandı. Kazım şəhid və qazi ailələrinə əl tutandı. Yetimlərə əl tutandı Kazım. Nə qədər yetim, yesir bizə müraciət edir son günlər. Ki, bizi də çıxardın efirə Kazımla bağlı bizə fikirlərimiz demək istəyir. Mən özüm çağırmadım o adamlar ki, sonra deyəcəklər öz öyrədib datırırlar. Bu adam nə qədər xeyriyə işləri görüb. Nə istəyirsiniz adamdan? Nə istəyirsiniz? Bizdən nə istəyirsiniz bu cəmaatdan? Köçək gedək bu Azərbaycandan. Bu qədər. Mən indi bunu uzadmaq istəmirəm, amma buradan yenə də deyirəm. Kazım hər adamdır. Bir dənə fakt qoyun oraya, bir dənə fakt. Mən Kazımı müdafiədən imtina eləyəcəm Çingiz müəllim. Mən həqiqətən nəsil mən sana deyirəm. Bir dənə faktı millətlər arasında kişinin nüfuzunu alçaltmağa çalışmıyor. Sizin sözlərinizlə o kişinin nüfuzu alçalmayacaq. Ona çox kişi tanıyır. Məni də tanıyır, onu da tanıyır. Bu qədər. Hələlik heç bir şeyə toxunmuruq. Qopuz TV-nin tamaşaçılarına buradan təşəkkür edirəm. Bizi dinləyib qulaq astığına görə və məcbur oldum biz öz televiziyamızın efirindən buna cavab verək. Çox sağ olun bir daha. Tanrı Azərbaycanı qorusun, Tanrı millətimizi qorusun, Tanrı dövlətimizi qorusun. Çox sağ olun.